Azərbaycanda istixana təsərrüfatlarına maraq demək olar ki, azalıb. Son zamanlar aparılan araşdırmalar da göstərir ki, ətraf bölgələrdə olan istixana təsərrüfatlarının sayında azalma var. Təsərrüfat sahibləri bunun səbəbini müxtəlif şeylərlə izah edir. İzləyək. İstixanaların azalması Salyan rayonunda da özünü göstərir. Fermerlər bunu əsasən istixanalara verilən güzəştsiz qazın qiyməti ilə əlaqələndirirlər. 10 ildən çoxdur istixana işləri ilə məşğul olan Salyanın Qarabağlı kənd sakini Elim Əlicanov istər xarici, istərsə də yerli bazar üçün pomidor yetişdirir. Lakin bugün onun da qarşılaşdığı problem eynidir. Keçən iniş il alınan dərmanlar ucuz idi və keyfiyyətli idi. İndi alınan dərmanlar bahadır, tərkibi yoxdur. Mən məsələn istəyərdim artıram bu sahəni, amma istiliyə görə, dərmana görə, bahatçılığa görə artırmaq istəmirəm. Noyabrdan bura yanılan qaz bizə sərf eləmirdi. O qazın pulunu vermək, satmaq çox az pul qalır bizə. Sahibkar deyir ki, istixanalara verilən qazın qiymətinə illərdir güzəşt olunmaması onların bu sahəyə marağını azaldıb. Ümumiyyətlə, Azərqazdır, dərman şirkətləridir. Mənim təklifim olar ki, onların qiymətlərinə baxılsın, yaxşı bir sahədir. Amma sıxıntımız bizim qazdandır. Qiymət çox bahadır. Ortaya normal pul gətirib çıxarda bilmirik. İqtisadçı ekspert Elzam Mehdiyevin sözlərinə görə istixana sahibləri xərclərini doğrudan da güzəştsiz qarşılayır. Sonda isə fermerin qazancı ya az olur, ya da qazanc götürə bilmir və böyük borcları yaranır. Nəticədə sahibkarlar bu sahədən imtina edir. Mütəxəssis də istixanalara verilən qazın qiymətinə güzəştlər əlavə edilməsinin tərəfdarıdır. Vətəndaşların da çox hissəsi bu sahədən yararlanır. Hər bir ailədən çox hissəsindən çalışır, evinə qazanc aparır. Mən təklif edərdim ki, qaz sərfiyyatında qiymətlərdə güzəşt olunsun. Daha yaxşı olar bu. Ekspert bildirir ki, istixanalara verilən qazın qiymətinə edilən güzəşt həm də yerli məhsulun Rusiya və Türkmənistan bazarlarında daha böyük yer tutması ilə nəticələnə bilər. Bu da istixana sahibləri üçün daha çox gəlir deməkdir. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Space Xəbər, Salyan.